Məsələn, necə olur? Doğrudan Hafiz bəy, siz də bir partiya sədrisiniz də. İndi Allah eləməmiş günün birində sizin partiyadan da bir adamın adı hallansa ki, o Azərbaycana düşmən münasibətdə olan, müstəqillik əleyhinə olan bir dövlətlə işbirliyindədir, əlbirdir. Azərbaycan dövlətinin maraqlarına, milli maraqlarımıza ziyan vuran bir hərəkətlə məşğuldur. Siz onu partiyada saxlayarsınız, yoxsa yəni partiya sədri olaraq necə davranarsınız? Bu qətiyyən mümkündür. Bunu partiyadan da çıxartmaq və onu qovmaq olar, hətta onu tutulmaq lazımdır. Yəni bugün əgər onlar deyirlərsə ki, hələ məhkəmənin qərarı yoxdur, deməli Azərbaycan dövlətinin belə deyək, milli təşkilat orqanları çıxartdığı qərara kölgə salırlar. Necə məsələn hələ məhkəmənin qərarı yoxdur. Bunu 4 aylıq həbs qəti imkan tətbiq edirlər. Yəni burada bizə nətədir? Bunu belə edirlər deyil, yəni dövlətin başçısının dediklərinin radiyasının əksinə gedirlər. Dövlət başçımız, hörmətli cənab prezidentimiz bu günlərdə rayon icra hakimiyyətlərinin dəyişdirilməsi, yerlərinin dəyişdirilməsi, təzə təyinatları eləyəndə nə dedi? Orada Ramiz Mehdiyev haqqında kifayət qədər nə dedi? Bunu belə çıxır ki, elə bunlar yenə Azərbaycan Partiyasında dövlət başçısını sayır, nə hakimiyyətdə olan müəyyən dairələr belə deyək, dövlət başçısının fikirlərinə əhəmiyyət verirlər. Bu yol verilməz haldır. Yəni bu xalq arasında biz öyle yerində olduq, diri yol yerində olduq. Orada, burada xeyirdə, şərdə iştirak edir. Bunların hamısı gəlir bizə soruşurlar ki, bu nə məsələdir? Hələ bəlkə məhkəmə qərarı olmayacaqdır. Bunu yaqda niyə saxlayırlar? Bunun bəzi qohumları niyə böyük vəzifələrdə qalır? Bunun niyə özü məsələn o Tifliski prospektdə 4-cü mərtəbədə qalxır, Bakının o axşam olanda seyr edir, baxır. Fərqi nədir ki, o hara çıxırdı ki? Oradan da çıxır, düşür, doşanlarımla da oynayır. Orada nə bilim, nə işdən öndə məşğul olur. Bunun elə bir oturuq da evində. Yəni burada bilsən nətərdir? Bunun haqqında bu görülən tədbir çox azdır. Amma son vaxtlar görürsünüz ki, elə bil unudulur məsələ. Və çox əks güclü təbliğat iş yaparlar, açıq mən sizə deyim. İstər Milli Məclis səviyyəsində, deputatlar səviyyəsində. Bir dənə deputat çıxıb, sizin bu televiziyaya gəlib deyiblərmi ki, Ayxan, biz də çıxış şeydə danışaq. Eləməyiblər. Yalandan götürürlər, o hansı ki onun ayağını silən, ona dayı deyənlər, ondan sonra onun böyründə əsənlər, gəzənlər, indi çıxıb yalandan bir dənə yazırlar, bir dənə sayta, bir dənə müsahibə verirlər, ona da qaçdılar, çıxdılar, getdilər. Mən bunun Azərbaycanın siyasi tərəfində, müxalifət partiyaları tərəfində olan qanadında hələ heç bir belə dəyişik təqiblər yoxdur. Və də özünün ətrafında, məsələn, niyə burada Eldar Mahmudov çöldə qalmalıdır, niyə burada bizim sərhəd xidmətin rəisi, hörmətli Elçin müəllim niyə dindirmirlər? Niyə dindirmirlər? O da ondandır. Qorxurlarsa mən deyirəm də, biz həyatımızı onsudakı siyasi qumara qoymuş insanlarıq. Niyə dindirmirlər? Nəsə filan kəsin qohumudur ona görə. Niyə məsələn, bir Nazirlər Kabinetində anası erməni olan xeyli miqdarda vəzifədə olan şəxslər var. Niyə bunları həbs eləmirlər? Niyə çıxartmırlar? Məsələn, onun oğlunun hələ də nazirlikdə qalması çoxları üçün böyük bir sualdır. Nazirin heç bir günahı yoxdur. Nazir o sərahətdə malik deyil ki, nazir öz müavinini çıxarsın. Onu dövlət başçısı ona sərəncam verir. Yəni, bunların hamısı çox ciddi məsələlərdir. Bu ciddi məsələlərə ciddi yanaşmaq lazımdır. Dövlət arasında anekdot, artıq xalq arasında anekdotlar gəlir və bununla da bizim dövlətimizin imici aşağı düşür. Özünüz görürsünüz ki, Rusiya ilə münasibətlərimiz yaxşılaşır, enir qalxır. Niyə? Ona görə ki, bu adamların hamısı çöldədir və kifayət qədər də məlumatlar ötürür. Yadınıza gəlirsə, sizin bu geniş auditoriya malik olan televiziyada mən gəndə ki, Balakan rayonunda ondan qalxdı, Zaqatalada, sərhəddə Azərbaycanın dövlət çevrilişinə cəhd edən insanlar çox asanlıqla Rusiyaya keçib gəlirlər. Subut olundu, Balakan icra başı tutuldu. Nəticələr də var, niyə tutulmur? Ona görə mən də, məsələn, mən dedim ki, keçmiş nazir Fərhad, üzr istəyirəm, nazir yox, o milyarder Moskvada olan Fərhad bağladılar. Niyə bağladılar? Mən bunu səhv demişdimsə, niyə bağlılar? Orada Göyçayda nə qədər yenə onunla bir yerdə olan insanlar var. Niyə Göyçayın, məsələn, vergi idarəsinin rəisi, regional vergi idarəsinin rəisi həbs edilməməlidir? Kimə pul verir, saxlanırlar onu vəzifədə? Niyə? O da o işin içindədir. Yəni, bizim orada bələdiyyə seçilmiş üzvlərimiz var da, onların heç olmasa bizim aldığımız məlumatlara hörmət eləsinlər. Və yaxud da ki, digər milyarderlər var da, milyarder var, Rusiya Putinin əlin altda təbliğatını alıb gəlib Azərbaycanda xalq arasında anti-dövlət başçısının əleyhinə təbliğat aparanlar kimlər təşkil edir? Bunların hamısı gərək hapsa deyilmdir. Kifayət qədər demişəm də. Nələr demişəm, hamısı gəlib üstad. İndi mən sözün düzü istəm neçə aylar yenə televiziyalara çıxmıram. Ona görə ki, dediklərimin hamısı təsdiq olunubdur və istəyirəm ki, indi mən dediklərimi bir vaxt deyirlər ki, Hafız Hacıyevdə deyir. Nə oldu indi Hafız Hacıyev dediklərimin hamısı bircə pitdə gəlib yerini tutur?
Mən yenə deyirəm, mən bugün Ramiz Meytiyevin bugün ətrafının çöldə qalması Azərbaycan dövlət başçısına xəyanət. Bunu bir mənalı şəkildə var. Mən niyə bunları deyirəm? Mən o birisi adamlardan niyə pis oluram? Niyə özümə söydürürəm? Niyə məsələn Ramizin ətrafında milyarderlər var da, istər daxildə, istər xaricdə. Necə olur ki, məsələn Almaniyada Ramiz Meytiyevin belə də vaxtilə kurasiyasında işləyən Sokarın muavininin milyardları çıxdı. Nə elədilər? Hani, o pul nə qaytarılıb gəlib Azərbaycanda xalq fondu yaradılıb, bu pul ora keçmir ki, Azərbaycan xalqına pensionerlərə versinlər, qazilərə versinlər, uşaq pulunu versinlər. Niyə eləmirlər? Sokarın keçmiş vitse-prezidentin oğlu, üzr istəyirəm, öz xanımın da nikah aparmır. Nə qədər böyük oyunlardan çıxıblar. Niyə olmur bu? Niyə həbs eləmirlər? Bax, sual ortaya çıxır. Və yaxud da ki, Adnan Əhməd, o tutulan o birisi Azərbaycan neftinin başını dağıtdı, satdı, dağıtdı, gəldi, onunla da onun əlaqəsi. Niyə ona haqq verilmiş? Nədir? Məqsəd nə idi? Nə haqq verirdi ona? Ramiz Meytiyevə deyir ki, aparıb mən hesab verirdim. Ramiz Meytiyevə durana qədər aparıb, gördüyünüz yoxlamalar gedirdi. 5 milyon aparıb, keçən hansı ilsə aparıb, hansı təşkilatsa aparıb ona 5 milyon haqq verir. Niyə? Bu nə məsələdir? Bu kimdir? Bu Azərbaycanın vorzakonudurmu? Azərbaycanda bu dövlətin üzərində ikinci bir dövlətdir. Bu Azərbaycan neçə ildir vəzifədən çıxıb, amma ona baxmayaraq yenə Azərbaycan dövlətindən hərrac alır.